Novruz bayramının tətil günlərində paytaxt sakinləri bölgələrə və istirahət güşələrinə üst tuturlar. Bu günlərdə ən çox ziyarət edilən məkanlardan biri də Göygöl Milli Parkıdır. Bu yaz Göygöl qonaqlarını qarla qarşılayıb. Azərbaycan dilbər güşələrindən biri olan Göygöl Milli Parkının ərazisindəyik. Təbiətin bu gözəlliyi insanı valeh edir. Qeyd edim ki, bu tətildə ölkənin bütün bölgələrindən bu gözəlliyi görməyə gələnlər var. Qarlı hava ən çox uşaqların sevincinə səbəb olub. Mən Bakıdan gəlmişəm və bura çox gözəl yerdir. Göygöl çox gözəl yerdir. Qar yağır, qar mənim ən sevdiyim havadır. Qarlı hava. Gəncə şəhərindən gəlmişik, ailəmlə bir yerə gəlmişəm. Təbiətin gözəlliyinə baxırıq. Ailəmiz adından bütün Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm. Novruz bayramımız mübarək olsun. Bu günləri biz buradayıq və bir daha bizim təbiətə valeh olduq, onun gözəlliyinə, əsrarəngliyinə tamaşa elədik. Ziyarətçilər arasında xarici turistlər də az deyil. Onlar da bu gözəl təbiəti daha yaxından görməkdən məmnun olduqlarını qeyd edirlər. Good day. Salam aleykum. Mən Azərbaycana səfərim zamanı gözəlliyinə heyran oldum. Çox gözəl bir ölkədir. Mən sizin dostcanlı, qonaqpərvər insanlarınızla birlikdə çox əylənirəm. Yeməklərinizi çox sevdim. Onlar çox dadlıdır. Bakı sevimlidir. Birinci dəfədir ki, mən təbiətin qoynunda göldəyəm. Hər şey çox gözəldir. Первый раз в Азербайджане. Birinci dəfədir ki, Azərbaycandayam. Çox gözəldir. Göygöl isə heyran edicidir. Hər şey əladır. Milli Parkın ərazisində aşağı hissələrdə buzlar əriməyə başlasa da, yüksəkliyə qalxdıqca qış fəslinin hələ də davam etdiyini görürsən. Bura Maral gölə gedən yoldur. Gördüyünüz kimi bu ərazidə təbiət hələ də oyanmayıb. Təbiətin bu gözəlliyini görmək üçün gəlib burada seyr eləmək lazımdır. Parkın sahəsi fərqli ekosistemlər və növ müxtəlifliyi ilə diqqət çəkir. Park ərazisində qorunan heyvanların sayında artım müşahidə edilir. Cüyürlərin artımı müşahidə olunur, qonur ayların artımı müşahidə olunur, vəhşi qabanların artımı müşahidə olunur, ördəklərin artımı müşahidə olunur. Eləcə də Murovdağ hissəsində bezuar keçilərinin demək saysız hesabsız olduğu bizim müşahidələrimiz altındadır. Fürsətdən istifadə edib demək istəyirəm ki, bütün insanlarımız təbiətə gələrkən təbiətə qarşı çox diqqətli olaq. Özümüzdən sonra yalnız burada ayaq izlərimiz qalsın. Göygöl təbiətin gözəlliklərini yaxından görmək istəyənlər üçün əvəzolunmaz bir yerdir. Fuad Nazimoğlu, Elşad Cəfər, İman İmanlı, APA TV.